Kimlərə süni mayalanma edirik, kimlər süni mayalanmaya gəlsin? Yəni demək istədiyim, kimlərin tək yolu, yəni evlad sahibi olma yolu süni mayalanmadır. Məsələn, əlimdə olan bu pasiyentimiz tam 3 il öncə bizə süni mayalanma üçün başvurmuşdu. Daha doğrusu sonsuzluq üçün başvurmuşdu. Biz ona etdiyimiz toxum analizi sonucu pasiyentin toxum analizi çox az gəldiyi üçün və daha öncə digər mərkəzlərdə də olunan analizlərdə toxum miqdarı çox az olduğu üçün biz və digər mərkəzlərdə onlara süni mayalanma məsləhət görmüşdük. Buna baxmayaraq pasiyent süni mayalanma istəmədiyi üçün, daha doğru deyəcəm, başqa bir həkimə başvurur və o həkim mən sizi müalicə edəcəm deyir və tam 3 il xəstəni lazımsız analizlər, lazımsız tədavilər, hətta əməliyyata qədər, varikosel əməliyyatına qədər edir. Əlbəttə ki, bu dəyərlərlə sonucun olması mümkün deyil. Çünki bu pasiyentlərin tək yolu süni mayalanmadır. Və 3 ilin sonunda bu pasiyentimiz təkrar bizə başvurdu. Belə bağlayacağım, adı görsənməsin və biz ona təkrar süni mayalanma dedik. Çünki tək yolu süni mayalanmadır. Sperm miqdarı 0,2 milyon, morfolojisi çox az, morfoloji 1% demişik və cəldiləri hərəkəti də 0. Burada nə demək istəyirəm? Boşuna zaman itirirsiniz, boşuna maliyyət itirirsiniz. Əgər bu dəyərləriniz varsa, toxumunuz çox azdırsa və doğrudan da 6 aylıq, 1 illik toxum üçün müalicə və tədavi uroloqlardan almısınızsa, əgər toxumunuzun miqdarında bir dəyişiklik yoxdursa, yəni normal yolla alınan tədavilər sizə heç bir fayda sağlamırsa, o zaman tək yolunuz süni mayalanmadır. Bunu nə üçün deyirik? Yəni ümid bağlayırsınız, doğru, amma bu ümiddə bir yerə qədər. Həkimlərimizdən də çox xahiş edirəm. Belə xəstələri aldadıb yalandan ümid vermənin yeri yoxdur. Bunlar direkt süni mayalanma xəstələridir. Bizdə deyil, dünyanın hər bir yerində bəzi sonsuzluq pasiyentləri var ki, onların zaten tək yolu bu tədavi yöntəmidir. Əgər bu tədavi yöntəmi olmasa, bu insanlar tamamilə sonsuz olaraq həyatlarını bitirərlər.